Hamıya salamlar olsun. Xoş gördük. Bugün hava düzdür, günəş yoxdur. Səhər var idi, indi yoxdur. Amma ki belə yaxşıdır, istidir. Soyuq demək olmaz. Mən də Saranı balonka kurtka geyindirdim ki, bir dənə soyuq olar, amma çıxdım çölə ki, yox. Hava yaxşıdır. Göygöldə də belə remont işləri gedir. Hamının evini belə remont eləyirlər. Taxtaları təzədən dəyişirlər. Evlərin divarlarını təzədən düzəldirlər. Hamınkini eləyirlər. Bizimkinə düzdür hələ çatmayıblar. Bizə də gələcəklər. Hələ ki buraları eləyirlər. Az qalıbdır. Gəlib bizimkini də düzəldəcəklər. Gedək biz də məktəbə. Qızları götürək gələk. Bugün gec çıxdım. Qızlar 2-3 dəqiqəyə dərsləri qutarır, çıxırlar. Özüm elə çıxdım ki, elə onlar götürüm tez qayıdım. Məktəbdə gözləməyim ki, Sara orada ağlayır. Qayıtmaq istəmir, ona görə biraz gec getdik bugün. Bacılarını görəndə məni qoymur onun əlindən tutum. Deyir, qoy bacılarım tutsun. Onlarla rahat gedir, yenə şükür. Məni vəbşi qoymur tutmağa. Heç uşaqları məktəbdən götürməyə gedəndə də deyir, əlimdən tutma, qoy özüm gedim. Amma bunların əlindən yaxşı ki tutur. Buranı da düzəldirlər. Artıq neçə yeri düzəldib qutarıblar. Gəncə də belədir, Gəncəni də. Hələ Gəncə buradan çox remont gedir. Yolları zadı qazıblar. Məktəbdən qayıtmışıq, amma Sara evə girmək istəmir. Kateli də yellənmək istəyir. Dedim, o biraz yellədim. Yoxsa evə getsə bir 10 dəqiqə ağlayacaq, sakit durmayacaq. Ona görə dedim, o biraz yellənsin burada. Sonra aparım. Evdə qarışıq göy almışdıq doğrama eləmək üçün. Uşaqlar sevirlər, hər dəfə eləyirlər. Ona görə qarışıq göy almışdıq ona qatmağa. Ona görə qalmışdı bu. Dedim, göy artıq xarab olmasın, kükü eləyim. Mən küküyünü çox sevirəm. Düzdür, evdə elə də uşaqlar sevmirlər. Elə ancaq özümüz yeyirik. Amma yenə də dedim, eləyim, yeyək. Neçə vaxt eləmirdim. Göyərtini doğradım. 4 dənə yumurta vurdum ki, bəsdir. Çünki ancaq elə özümüz yeyəcəyik. Başqa yemək də var idi. Sadəcə göyərti xarab olmasın deyə kükünü elədim. Mən küküyə un da qatıram, süd də qatıram. Onu da baldızımdan öyrənmişəm. Bir dəfə o eləyəndə gördüm, o omlet eləyirdi. Yumurtanı eləcə eləyirdi. Onu da gördüm ki, qatdı, süd qatdı. Mən dadına baxdım. Xoşladım dadını. Ona görə mən də küküyə süd də qatıram. Undakı elə həmişə un qatmışam. Bu dəfə pendir də qatdım, pendir əzdim. Ona görə duzu da az qatdım ki, pendir duzlu idi. Elə daha dadlı oldu. Hətta uşaqlar da yedilər. Kükü sevməyən uşaqlar da yedilər, xoşladılar. Amma bu dəfə kükünü eləyəndə biraz elə bir yapışdı tavaya. Əslində heç vaxt yapışmırdı. Hər dəfə südlə un eləyirdim. Amma pendiri birinci dəfədir vururam. Ona görə fikirləşdim ki, yəqin ki, pendirə görədir. Pendirə görə yapışdı. Məncə elə ona görə oldu. Çünki başqa vaxt kükü heç vaxt məndə yapışmayıb. Həmişə elə belə yumru çıxıbdı. Mən də onu 4 yerə bölmüşəm. Elə olubdu. Amma bu dəfə çöyrə bilmədim. Kükünü yapışdı. Elə düşünürəm ki, yəqin ki, pendirdən olub. Amma yenə də dadlı olduğu üçün mən yenə pendir qatacağım. Bir dəfə də istəyirəm Holland pendiri eləyim töküm içinə. Çorkadan keçirim. Məncə elə də daha dadlı olar. Bir gün Holland pendiri evdə olanda, indi yoxdur. Adətən həmişə alıb dondurucuya da saxlayıram. Uşaqlara pizza eləyirəm. Ya nəsə pirajki eləyəndə içinə qoyuram. Bugün istəyirəm belə çaşqalarda, internetdə çox görmüşəm, YouTube'da çaşqalarda keks eləyirlər, suda qazanda qoyurlar, pişir. Bugün istəyirəm bu çaşqalarda eləyim. Bunlar həmi qalındılar, həmi də biraz yekədilər. O birisilər balacadır, ona görə
Həm də nazikdir. Deyirəm, birdən yaxşı olmaz, çatlayarlar, qorxuram nəsə, onları suda qaynatmağa. Ona görə bu 3 dənə çaşkada bugün eləyim, görüm nətər olur. Yaxşı alınsa bundan sonra bankada da eləyəcəm. Görmüşəm, bankada da eləyirlər. Yekə bankada biraz ki, çox çıxsın. Hələ ki, bunları da eləyim bugün. Görüm necə alınır. İnşallah ki, yaxşı alınır. Hərəsinə bir dənə yumurta. Bunlara balaca yumurta elədim bu ikisinə. Bu yekədir deyə buna biraz yekə yumurta götürdüm. Şəkər tökək. Biraz mən çox eləyirəm şəkərini, çünki biz şirin sevirik ona görə. Buna biraz çox töküm şəkərini. 3 xörək qaşığı tökəcəm. Bir dənə vanil hərəsini eləyim. Duru yağ tökürük. Bunlara 1 xörək qaşığı tökəcəm. Balacalara 2 xörək qaşığı töküm. Və süd tökürük. Yenə buna biraz çox tökürəm. Və sonda unu tökürük. İndi mən hələ ki az töküm qarışdırım. Az olsa yenə əlavə edərəm onu. Və istəyirəm bir dənə buna kakao eləyim. Kakaolu olsun bir dənə, eləcə bu. Böyle kakaolu uşaqlar sevəcək, yoxsa elə beləsini. Kakao azdır, nə var hamısını töküm. Aha. En hansı tərəflərə yazılır? Bu hazır oldu. Belə alındı. Elə un əlavə eləmədim. Nə birinci dəfə əlavə eləmişdimsə, o da qalsın. Yaxşı oldu. Bunları da istəyirəm vilkanla çalım, çünki qaşıqla yaxşı alınmadı. Məncə bunun unu azdır. Buna biraz un əlavə edim. Bu da hazırdır.
Buna da un əlavə edək. Bunda unu azdır. Və istəyirəm birinə moruq mürəbbəsi qatım. Elə bilirəm ki, yaxşı olar. Biz moruq mürəbbəsini sevirik. Ona görə məncə yaxşı dadır. Buna da belə moruq mürəbbəsi qatdım. Məncə daha yaxşı olar dadı. Bunun içinə şokolad da qoyurlar. Prosta məndə evdə şokolad yox idi. Həm də birinci dəfə də eləyirəm. Qoy eləyim, baxın. Yaxşı alınsa, inşallah gələn dəfə şokolad da qoyacağım içinə. Onda daha yaxşı alır. Şokolad içində əriyir. Sonra kəsəndə yaxşı olur. Burada bulaşıqlarını salfetkayla silmək istəyirəm. Deyirəm birdən yanar nəsə. Yaxşı olmaz. Qazana su aldım. Azaldım ki, birdən qoyanda, qaynayanda daşar, üstünə gələr, su qaynayar, çaşqanın içinə dolar. Ona görə hələ ki belə qoydum. Görsəm ki, yox gəlmir, üstünə əlavə eləyəcəm suyu. Belə qoyaq görək, inşallah yaxşı olur. Deməli, bunu kakaolu elədim, bu adidir. Amma buna da moruq mürəbbəsi qatdım. Görək, inşallah yaxşı olar. Ağzını da bağlayaq, özüm belə şüşəli qapaq götürdüm ki, bu qaynayanda mən onu görüm içini. Və su artıq qaynayır. Görək. Belə. İstəyirəm biraz azaldım altını. Birazca azaldım altını. Çox qaynamasın. Belə bişsin. Baxaq görək necədir. Oy, par oldu. Hə, köpürlər. Məncə bankada eləsəm daha yaxşı olardı, ağzımı bağlayardım. Elə bil ki, üzü biraz belə sulu kimi də elə bir belə. Bəlkə bişdi, yaxşı olar. Görək inşallah. Pis olmaz məncə. Biraz da bişsin görək. YouTube'da yazmışlar 15-20 dəqiqəyə bişir, amma hələ ki bu elə 15 dəqiqə olar qaynayır, amma bişmək hələ ki məncə hazır deyil. Biraz da gözləyim. İstəyirəm artıını keçirim, götürüm. Daha nə bişdi. Çünki artıq yarım saatdan çoxdur bişir. Məncə yaxşı olar. Götürək, baxaq görək necədir. Və kəsək görək necə oldu. Qəşəngdir. İçi qəşəngdir, əsl keksdir. Baxın, əsl keks olub içi. Kakaolu alındı. İndi buna baxaq moruqluya. Görək moruqlu necədir. Yox, moruqlu biraz xəmir kimidir, keks
kakaolaya baxanda biraz xəmir kimidir. Bəlkə mürəbbə onu elə eləyibdi, bilmirəm. Buna da baxaq. Bu da biraz xəmir kimidir. Məncə hamısından yaxşı kakaolu oldu. Bundan sonra elə ancaq kakaolu eləyərəm. Həm dadı da yaxşıdır məncə. Dadı da qəşəngdir bunun. Elə inşallah bundan sonra bu kakaolu eləyəcəm. Və istəyirəm bildirçin almışıq. Saraya görə almışıq. Sara artıq 1 yaş 8 aylıqdır, amma hələ ki demək olar danışmırdı, ancaq elə mama, nənə belə deyir. Sözləri deyirik təkrar eləmir. Öz sözlərinlə başa salmaq istəyir, bizi demək istəyir, amma danışmır. Ona görə bildirçin belə neçə vaxt axtarırdıq, axır ki tapdıq. Bildirçin istəyirəm ona bişirim. 3 dənəsini bişirim, qalanını da qoyum dondurucuya. Hər gün biraz bişirərəm, yeyər. Bir də yumurtasını da demişik, indi yumurtası bir neçə gündən sonra o da olacaqdır. Onu da alaq, verək, görək, yesin, görək. İnşallah ki tez danışar. Bilirəm ki danışacaq onsuz da. Yəni Rəna da belə olmuşdu, o da gec danışmışdı. Amma ki yenə də deyirik tez danışsın. Çünki onun yaşlarına baxıram, artıq onlar danışırlar əməli başlı, fikirlərini çatdıra bilirlər, amma o hələ ki danışmır. Ona görə dedik bundan verək ona, yesin, tez danışsın. Bunları da qoyum dondurucuya, sonra üçüb çıxardıb, qoyum buradan belə. İnşallah ki Sara xoşlayar, yeyər. Toyuq əti xoşlayır. Bunu da xoşlayar inşallah, yeyər. Əsas odur ki artıq bildik harda satırlar, kim satır. İndi inşallah hər dəfə biraz alarıq, yeyər. Bildirçini doğradım, belə qoydum bişməyə suda. Çox incədir, əti, dərisi çox incədir. Eləcə doğrayanda olur, elə bir dağılır. Bizə bunu artıq təmizləyib vermişdilər. Mən elə ancaq doğradım, yudum, qoydum bişsin. İndi biraz qaynasın, kəfi çıxsın, kəfini götürüm. Sonra duz da vurum. Duzla da yaxşı bişsin. Sara yatır, Sara durana kimi bişsin inşallah. Dursun, yedirim onu. Bildirçində artıq kəfini yığdım. Qaynadı, kəfini yığdım. Beləcə bişir. Buduna baxın, nə balacadır. Çox balacadır. Budu qanadı, çox balacadır. Bu o satan deyib ki, bu 40 günlükdür. 40 günlükdür, ona görə belə balacadır. Bunun yekələrdə olur. Qanadı da belə bax balacadır. Heç buralarını bölmədim. Elə bütöv qoydum. Beləcə bütöv qoydum, heç bölmədim ki, balaca olmasın. Belə. İndi bilmirəm nə qədərə pişər. Yəqin ki tez pişər, çünki balacadır hələ. Saraya verək görək. Saran xoşuna gələcək. Elə bir toyuq ətindən heç bir fərqi yoxdur. Dadı, məncə dadı da. Elə toçun toyuq ətidir. Ona görə də Sara yeyir. Sara. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin, qazilərimizə şəfa versin inşallah. Biz həmişə suyu bu bulaqdan gəlib götürürük, çünki bizdə qıratdan gələn suyu işlətmək, düzdür işlədənlər var, amma biz işlətmirik, çünki elə də təmiz deyil. Yağışda yağanda lap belə palçıqlı gəlir, heç işlətmək olmur. Həmişə gəlib belə buradan götürürük ki, burada təmizdir su. Ona görə bugün də axşam
bir neçə paçok var. Onları həmişə doldururuq. Bir həftə bizi görür. Hər dəfə həftə axırı gəlirik. Buradan götürürük suyu. Elə gəlmişkən dedim, mən yenə sürüm maşını. Düzdür, uşaqlarla çətin oldu. Uşaqlarsız adətən istəyirəm sürüm. Vlogu izlədiyiniz üçün çox sağ olun. İnşallah bəyənərək izləyərsiniz. Gələn vloqlarda görüşənədək sağ olun.